Esselamu aleyke ya Əba Abdillah və aləl ərvahilləti həllət bifnaik. Məhərrəm ayı gəlib çatıb, əzadarlıq məclisləri qurulur. Bu münasibətlə mən möminlərə təziyyədarlığımı bildirirəm, başsağlığımı bildirirəm. Və həmin bu günlərdə bu məclislərə görə İmam Hüseyn əleyhissalamın Kərbəlasından hansı dərsləri çıxaracağımız haqqında danışmaq istəyirəm. Ümumi mövzumuz islahatda vasitənin ucalığı, aliliyi mövzusudur. Və bilirik ki, İmam Kərbəlada islahat üçün hərəkət eləmişdi və həmin o islahatda istifadə elədiyi hansı alətlər idi, hansı uca dəyərlər idi, o dəyərləri öyrənək və həyatımıza tətbiq eləməyə çalışmalıyıq. İmam Hüseyn əleyhissalamın hərəkatına elmi şəkildə baxanda görürük ki, bu uca hərəkatda prinsiplər və ali dəyərlər hər şeydən üstün idi. Hədəf tamamilə şəffaf idi. Burada siyasi oyunlardan əsla söhbət gedə bilməzdi. İmam Hüseyn əleyhissalam ilk gündən qardaşı Muhammed ibn Hənəfiyyə vəsiyyətində hədəfin açıq şəkildə bildirirdi. Mən babamın və atamın yolu ilə gedərək ümməti islah etmək üçün çıxıram. İslahat yolu idi bu. Bu bizə göstərir ki, məsum imam ümmətin islahatını həqiqətlər üzərində qururdu. Bu yol çoxlarının təbii ki, xoşuna gəlməyəcək. Və imama qarşı çıxanlar, imamın bu yolundan xoşlanmayanlara da imamın cavabı aydın idi. Səbr edib Allahın hökmünü gözləmək. Yəni artıq onları imam təhqir eləmirdi, onlara nalayiq söz demirdi. Bu şəkildə səbr eləyərik, Allahın hökmünü gözləyərik. Bu əsl islahat dili idi. Həqiqi islahat dili düşmənçilik zamanı belə nalayiq sözlərdən, təhqirlərdən, təhdidlərdən tamamilə uzaq olmalıdır. İmam nə hədəliyirdi, nə intiqam planları qururdu, nə də qarşı tərəfi aşağılamaq üçün hər hansı bir yola əl atırdı. İmam öz hədəfini şəffaf şəkildə bildirirdi. Bəni Haşimə yazdığı məktubunda bu şəkildə buyururdu. فَإِنَّ مَنْ لَحِقَ بِي اُسْتُشْهِدْ وَمَنْ لَمْ يَلْحَقْ بِي لَمْ يُدْرِكِ الْفَتْحِ. Mənə qoşulan şəhid olacaq. Qoşulmayan isə zəfərə çata bilməyəcək. İmam ardınca gələnləri aqibətlərindən xəbərdar eləyirdi, şəhadətlərindən xəbərdar eləyirdi. Hər kəs öz addımını bəsirətlə atmalı idi. İnsanları ətrafına toplamaq üçün heç bir hərbi uğur vəd eləmirdi onlara. İmam yanaşmasını elə qurmuşdu ki, insanlar artıq o yolda şəhid olacağını bilməli idilər. Məkkədən çıxarkən elədiyi xutbədə də həmçinin görürük. Mən kanə bazilən fina muhcətəh və müvəddinən alə liqaillahi nəfsə fəlyərhəl mə'na fə inni rahilun musbihən inşaallahu ta'ala. Kim bizim yolumuzda canın fəda etməyə hazırdırsa və nəfsini Allahla görüşə hazırlayıbsa, onlar bizimlə yola düşsün. Buna yanaşma bizə mühüm bir dərs verir. Biz başqaları ilə münasibətlərimizdə tam şəffaf olmalıyıq. Əgər bir prinsip özlüyündə güclüdürsə, o ideyanı müdafiə edən şəxs zorakılıqdan, təhdiddən və yaxud qarşı tərəfi alçaltmaqdan istifadə etməyə ehtiyac duymaz. Çünki əgər çıxdığı yol həmin hədəfi haqdırsa, haqq özü ən böyük gücdür. Haqqın gücün istifadə eləyərək başqa yollara əl atmağa ehtiyac yoxdur. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.